Peyğəmbərin həyat yoldaşı. Görün nə böyük fitnə qopartdılar. Fitnəyə baxın. Peyğəmbər o döyüşdən ki qayıdır. Peyğəmbərin bir xanımı, bəzi tarix əsasən Mariya xanım oradadır. Peyğəmbərlə qayıdır çünki müharibəyə getmişdi. Deyir, bu səfərdən qaydanda o da karvanda idi, kəcavələrin birində idi. Dəvənin üstündə kəcavələr olan, o dəvə birinin üstündə idi. Kəcavədən düşdü yerə və hərdən dayanırdılar axı mənzillərdə. Getdi bir kənara və qaydanda elə bildilər ki, kəcavənin içindədir. Hərəkətə gəldi karvan. Karvan hərəkətə gəldi, bu xanım qaldı. Bu xanım qaldı və nə baş verdi? Karvanda gedib, xanım qalıb, bilmir neynəsin. Orada bir dənə səhabə o da geridə qalmışdı, adı Səfvandır. Gəldi, gördü Peyğəmbərin həyat yoldaşı, dedi, mən sənə kömək edəcəm, aparacam. Oraya başladınız. Bu Səfvan bunu gətirir. Peyğəmbərin karvanı yetişdi, Mədinəyə daxil oldu. Abdullah İbni Ubey gördü ki, Səfvanla Peyğəmbərin həyat yoldaşı gəlir. Özü keçdi qabağa və ətrafındakı münafiqlər bir dənə şayə yaydı. Üzr istəyirəm sizdən. Peyğəmbərin xanımı pis işlə məşğuldur. Mən onu kimdən gördüm? Üzr istəyirəm dönündə. Başqa bir kişi ilə. Bu şayəni yaydılar. Əvvəldən də kini var idi axı. Üzr istəyirəm, yadınıza gəlsə ikinci gecədə dedim sizə. Pulu o zina işlərindən çıxırdı. Üzr istəyirəm hamımızdan. Peyğəmbər ayələr nazil oldu ki, onun qabağını aldı, bunun işi dayandı, haram işləri. O vaxtdan qəlbində kini var idi. Peyğəmbərin həyat yoldaşına bu kinini nədir? Qaytardı. Ki, təəssüf bilirsiniz nədir? Münafiqlər yaydı, möminlər də qoşuldu. Möminlər də qoşuldu. Bu faciədir. Həqiqətən faciədir. Ayəyə baxın, gedin Nur surəsinin ayələrini oxuyun, 11-ci ayə. Ayə gəldi, bu məsələnin üstü açıldı. Yoxsa Peyğəmbərin ehtiramsızlıq davam edəcəkdi bu cür nə şəxsiyyətə. Get-gedə şəklər düşdü qəlblərə Peyğəmbərlə bağlı. Bəzi insanlar 2 dəqiqəyə şəkkə düşəndə onsuz da. Bu şəxsiyyətin haqqında ictimai hörmətini sındırmağa başlayırlar. Allah da qurban olum Allaha, doğrudan da bir insan iffətlə yaşaya qoymaz ha. Qurban olduğumun qaydası budur. İnnəl-ləzinə ca'u bil-ifki usbəh. Peyğəmbər münafiqlər birləşdi. Bir böyük bir dənə ifk. İfk nədir? Böhtan atdılar sənə. Çox təəssüf olsun. Peyğəmbər la təhsəbuhu şərrən ləkum bəl huvə xeyrun ləkum. Bunu şər bilmə. Düzdür, çətin bir işdir. Amma burada bir xeyrin olacaq. Xeyr nədir? Xeyr budur ki, məsələnin üstü açılacaq. Kimliklər ortaya çıxacaq. Mən ayə göndərdim, xeyri budur. Münafiqlərin iç siması daha da açıldı. Allah səni müdafiə elədi, difa elədi, da vəhiy gəldi sənə görə. Gör, nə qədər mühüm məsələdir bu iffat, namus söhbəti ki, ayə gəldi. Ayə göndərdi ki, boş söhbət, inanmayın. Amma Allah möminləri qınadı. Ayəyə baxın. Buyurur ki, minhum mə iqtəsəbə minəl ismi وَالَّذِي تَوَلَّ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ. Orada olanlar, o işdə iştirak edənlər, fitnəni qoparanlar 1, fitnəni yayanlar 2. Fitnəni yayanlar sizin də günahınız var. Sizin günahınız bilirsiniz nədir? Nədir? Allah deyir, niyə xeyr ola? Sizə deyəndə ki, Peyğəmbərin xanımı haqqında belə şey eşitmişəm, sizin bəziniz deyirdiniz ki, doğrudan. Bəziniz deyirsiniz ki, mən eşitməmişəm. Bəziniz deyirsiniz ki, mən də eşitmişəm, qulaq şahid olmuşam. Bəziniz deyirsiniz ki, nə bilim, Allah bizə nə deyir? Xeyr ola, qabağında durmadınız. Niyə demədiniz bu boş söhbətdir? Bu böhtandır. Niyə susdunuz? Niyə sükut elədiniz? Niyə mən də eşitmişəm dediniz? Hələ mən eşitmişəm deyəndə, o ona yığanda, bu buna yazanda, bu buna SMS göndərəndə, indi o dönəm SMS yoxdur da. Hələ bir-birimizə belə danışanda yayılır da. Necə yayılır? Belə söhbət eşitmişsən sən. Demirəm ha onlara, niyə elə danışırsan? Qorxmursa bu fitnə gəlib sənin başında partlayar. Allahdan xofun yoxdur. Mənə deyiblər, tam bilmirəm ha. Tam bilmirsən, danışma. Namus söhbəti zarafatdır. Ayə göndərib Allah.
Zəll eləyər Allah adamı ye. Fırlanar sonradan o şayəni yayanın başının üstünə. Allah qoyar qalsın belə. Ayə var. Buyurur, amma hamımız o işdə şərik olanlar, hamımıza veriləcək cəza. Amma bir qrupumuz var ki, təvəlla kibrəh. Onun böyük tərəfini kim eləyib? Yəni o şayəni kim yaydı? Ləhu əzabun əzim. Əzəmətli əzab onu gözləyir. Nöqtəni, o şayəni nöqtəsini qoyan, onu əzab gözləyir, əzəmətli. O birlər də elə qoşuldu buna. Mən bağışlamazam, neyincəsi Allah deyir. Ləvla istəmiyyətumuh zənnəl mu'minin vəl-mu'minat bi ənfuzihim xeyra qalu haza ifkum mubin. Niyə görə möminləri qınlayır o səhabələri? Niyə görə siz bu söhbəti eşitdiniz, demədiniz ki, haza ifkum mubin. Bu böhtandır. Niyə bunu demədiniz? Susdunuz. Eşitmişik. Bəli. Sonra maraqlıdır, deyir ki, təquluna bi əfvahikum ma leysə ləkum bihi elm. Ağzınıza gələni danışırsınız. Dəlilsiz, sübutsuz yoxdur. Dəlilsiz, sübutsuz danışırsınız. Təxsəbunəhu heyyin və huvə indəllahi əzim. Çox rahat danışırsınız, amma bilmirsiniz ki, böyük günahdır. Siz niyə demədiniz, haza böhtanın əzim, böyük böhtandır. Allah o qədər qınıyır. Ayədə bitdi babın ilə. İnnəl-ləzinə yuhibbunə ən təşi'əl fəhişətu filləzinə amənu ləhum əzabun əlim. Bu çox belə adamı titrədən ayədir ya. Deyir ki, o kəslər ki, iman əhlinin haqqında boş belə şairlərin yayılmasını sevir. Hələ yayır yox. Ürəyi istəyir ki, filan kəs abrı getsin. Bunu istəyənlər eşitsin. Nə? Ləhum əzabun əlim fit dünya. Dünyada sənə əzab verəcəm, hələ axirət qalsın. Fit dünya. Dünyada səni zəll eləyəcəm. Vəl-axirə. Axirədə səni zəll eləyəcəm. Vallahu ya'ləm və entum la ta'ləmus. Bilmirsiniz nə var yoxdur yəni. Dünyada bəlavı göndərəcəm, dünyada. Elə miba sevir ki, bir nəfər abrı getsin. Deyəndə filan kəsin abrı sevinir. Sevinənin deyir, dünyada bəlasını verəcəm. Allahın qırmızı xəttidir. Və münafiqlər budur, fitnə, fəsad. Fitnə, fəsad törədərlər. Allah bunların şərrindən qorusun. Siz görürsünüz, Peyğəmbər nə qədər əziyyət çəkib, namusuna qədər şər atıblar, bu münafiqlər. Yəni, başa düşürsünüz, niyə böyük fitnə törədən ən böyük düşmən bunlardır? Küfr əhlidirsə, inanmazlar da, amma içindən bir nəfər çıxır, özünü mömin kimi göstərib, deyir, adamı salaraq şəkk şübhəyə. Nifaq əhlinin elə danışığı fitnədir. Baxışı fitnədir, sözü fitnədir, özü fitnədir.